Salam dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 23 Avqust 2026-cı il. Yenə də mum əritmə davam edir. Yenə Zabrus. Ötən verilişdə Zabrusu biraz su əlavə etdim. Yəni balı süzüləndən sonra üzerine biraz su əlavə etdim. Arılar onu daşıdılar, qurutdular. Və əritdim. Bir nəfər yazmışdı ki, Zabrus belə olmur, balla satılır. Elə bil ki, biz dünən başlamışıq, bilmirik ki, Zabrus necə satılır və necə əridilir. Bu öz yerində. İndi biz baxaq görək burada nə qədər. Təbii ki, ramkaların qıraq bucaqları da var. Görək burada nə qədər Zabrus var. 2 kilogram 700 qram vedrədir. 2 kilogram təmiz burada mum var. Baxın belə dostlar. Bura bir plastik qab yerləşdiririk. Yəni mum süzülsün bu qaba. Bu da bizim arılar tərəfindən qurudulmuş mumdur. Arı girdi bura. Gəl çıx buradan. Gir çıx buradan. Tez ol öləcəksən. Vəssalam. Görək dostlar. Arılar imkan vermir, öləcəklər. Görək 2 kilogram Zabrusdan nə qədər təmiz mum çıxır. İnşallah bunun çəkisini ölçüb paylaşaram. Biri də bir dəfə yazmışdı ki, o cırıldayır, ora biraz yağ sürtmək lazımdır. Ayda da insanlar ki nələrə baxırlar qardaş. Bəxt Üzüyü filmi var. O içki içən aktörün adı yadımda deyil. O deyir, sən mənim ağzımın nə şey deyirsən, mənim işimə bax da.